Bugün yel çərşənbəsidir. Düşünürəm, zaman çox şey dəyişdi. Bir vaxtlar qapılar çərşənbə olanda tez-tez açılıb bağlanardı. Qohum əqrabalar, qonşular hamısı bir-birinə gedib gələrdi. İndi isə hamı biraz öz dünyasına çəkilib. Bugün də qızım ailəsi ilə qonaq gələsidir deyə bizim zonada çox sevilən xırda lobyalı aş dəmləyirəm. Aşın canı düyüdür. Mən çox vaxt məhəbbət düyüsü ilə bişirirəm. Vallahi aşın taleyi biraz da düyüdən asılıdır. Düyü yaxşı olanda aş da gözəl alınır. Əvvəllər hər çərşənbə fərqli bir aş bişirərdik. Bəzi adətlər var ki, onları qorumaq lazımdır. Qazanın qapağını açanda, o buxarın içərisində dən-dən düyünü görəndə adamın lap ürəyi açılır. Bizim evdə hər kəs öz sevdiyi işi görür. Mən qazın başında yeməklər eləyirəm, gəlinim süfrəni bəzəyir. Axırda isə bütün bu hazırlığın ən gözəl tərəfi gəlir. Süfrə qurulur, hamı gəlib yerini tutur. O an anlayırsan ki, süfrəni gözəl eləyən təkcə yeməklər deyil. Bir evdə insanlar bir süfrə başına yığışa bilirsə, bir-birinə hörmət, sevgi varsa, əsl bərəkət də elə budur. Yel çərşənbəniz mübarək olsun. Evlərinizdən birlik, süfrənizdən bərəkət əskik olmasın.